Revmatizm Namiq müəllim cəmiyyətin problemidir. Xüsusilə uşaqlarda geniş yayılıb. Uşaqlar deyirlər, faringit olur, tanzilit olur, boğazda olan lori dilində artıq ətin soyuqlaması iltihabı. Onun revmatizm yaradan streptokoklardır. Streptokoklar demək ürəyi oynağı dalayır, ürəyi dişləyir. Ürək qüsurlarının böyük bir əksəriyyəti demək revmatizm nəticəsində yaranır. İndi paizdir. Bu paiz və yaz aylarında kəskinləşir. İndidən tədbir görülməsə qışda bu gün valideynlər nəzərə almalıdır ki, onun uşağının mı, nəvəsinin mi, oynaqlarında ağrı varsa, əllərində, qollarında, ayaqlarında ağrı varsa və ya tez-tez boğazı gəlirsə mütləq yoxlanmalıdır. Çünki o uşağın gələcək taleyində ürək qüsurlarının və ritm pozğunluqlarının əmələ gəlməsinə, uşağın inkişafdan qalmasına, sinir sisteminin pozulmasına. Çünki revmatizm ürək oynaqları dalamaqla, yaralamaqla bərabər eyni zamanda sinir sistemini pozur. Deyir, uşaq nə qədər yeyir, inkişaf eləmir. Uşağın yaddaşı yoxdur, uşaq halsızdır, uşaq tərləmə uşağı aparır. Eləcə də böyüyəndə həmin adamlar ürək qüsurlarından əmək qabiliyyətini itirirlər. Ailədə görürsünüz, müəyyən gərginliklərə səbəb olur onların xəstəlikləri. Və yəni, revmatizmdən qorxmaq lazımdır. Revmatizm nəticəsində insanların itirəcəyi dediyimiz kimi sağlamlığıdır. Onun da müalicə eləmək üçün indidən mütləq mənada ən yüksək səviyyədə, mən özüm revmatizmdən əziyyət çəkmişəm, tələbə vaxtı və onun hesabına bugün bu sahəyə gəlmişəm, arı ilə müalicə, apiterapiya, arı məhsullarının müalicə. Arı zəhəri qədər, yəni tam anadan gəlmə revmatizmi yox edir, bir mənalı şəkildə. Necə deyirik ki, baş ağrısının, migrenin dünyada müalicəsi bizdədir. O dediyin kimi qurbağa ilə zob xəstəliyini müalicə edirik, digər xəstələri ancaq arı və onun məhsulları immuniteti ən yüksək səviyyədə qaldırır. Arıçılar qrip olmurlar, arıçılar dünyanın ən uzun ömürlü adamlarıdır. Arıçılar ən xeyirxah adamlardır. Çünki arıdan öyrənib onun 5-10%. Ay sağ ol, çox gözəl dedin. Gözəl Gədəbəyimizin və tozumuzun arıçılarına eşq olsun. Arıda haram qatdın, arı getdi. Bir açıq sənət elədi. Bax, o sana dedi, haram qatdınsa... Saz da təbii ki, beşiyimizdir və ona görə də arı məhsullarından arı südü, çiçək tozu, propolis, mumya və eyni zamanda balını və onun da şahı olan arı zəhərini qəbul etmək lazımdır. Arı zəhəri min bir dərdin dərmanıdır.